Hər vaxtınız xeyir. Bugün PowerPoint'da 19-cu dərsimizdir və bu məşqlərdə biz Smart Art obyektlərini nəzərdən keçirdəcəyik. Gəliz belə bir slayd yaradaq və bu tipdə slayd yaradaq. Bunun kopyasını çıxarda bilərik. Ctrl-C kopyasını çıxartdıq, yəni sürətini çıxartdıq. Gəliz bu 3 avtomobili buradan ləğv edeyim. Belə saxlayayım. Siyahını da yığışdırmaq olar. Buradan siyahını yığışdırırıq. Yəni net spiska. Belə bir siyahıdır. İndi bu 3 avtomobili, bu 3 yazını, yəni mətni Smart Art obyektinə çevirəcəyik. Burada 2 variant var. Tutalım ki, bu mətn burada yazılmayıb. Deyək ki, bunu yaddaşa göndərəyim, badə buferinə göndərək, Ctrl-X ilə o belə göndərdi yaddaş. Tutalım ki, yazılmayıb. Onda belə bir variant istifadə eləmək olar. Keçirsiniz Stavka Insert tabına və buradan Smart Art görürsünüz, yazıb Добавить grafический element Smart Art, yəni əlavə elə Smart Art obyektini basırsınız və buradan istənilən bir obyekti seçirsiniz. Deyək ki, bunu, yaxud bunu, yaxud bunu, yaxud bunu. Özünüzə uyğun eləsi var mətnləndir, eləsi var mətn və şəkilləndir. Yaxud bunu OK düyməsini basırsınız və burada mətni yığırsınız. Bizim halda, gəl bunu dala qaytarım. Bizim halda mətn artıq var və yenidən bu mətni yazmamaq üçün Главное Home tabında keçirsiniz Abzas bölməsinə və buradan bu əmri seçirsiniz. Artıq görürsünüz, burada yazıb Добавить yox, Преобразовать. Yəni bu mətni qrafik elementə çeviririk. Basırıq bu düyməni və buradan istənilən bir qrafik element seçirik. Hal-hazırda bizə lazımdır ki, avtomobillərin adları görsənsin və şəkil olsun. Burada görürsünüz, şəkil yoxdur, şəkil yeri yoxdur. Burada da yoxdur, burada da yoxdur. Yox, burada var, görürsünüz, sol tərəfdədir. Və burada yoxdur, burada yoxdur. Gəlirik aşağı, burada var, görürsünüz, yuxarıdadır. Avtomobillərin adları aşağıda yazılıb, şəkillər isə yuxarıda, şəkil yeri yuxarıdadır. Gəl bunu seçək. Seçdik. Avtomobillərin adları yazılıb, indi burada şəkilləri gətirmək lazımdır. Şəkilləri necə PowerPoint slaydlarını yerləşdirmək lazımdır. Biz axırda bunu keçən dərslərdə keçmişdik. Eyni üsulla seçirsiniz. Avtonom robotu. Əgər sizdə lisenziyalı proqram deyilsə, basırsınız. Lazım olan qovluğu seçirsiniz. Buradan lazım olan şəkli bizə burada Mercedes lazımdır. Seçirik və vstavit, yəni yerləşdir. Mercedes gəldi. Eyni şeyi BMW-nin eləyirik. Seçdik. Buradan seçirik BMW-ni, yerləşdiririk və Audi-ni. Seçdik Audi-ni və yerləşdirdik. Artıq şəkilləri yerləşdirdik və mətni Smart Art obyektinə çevirdik. İndi bura baxaq. Əgər stilləri dəyişmək istəyirsinizsə, burada belə stillər var. Görürsünüz. Kursor yerləşdirirsiniz lazım olan stilin üstündə və sistem sizə göstərir ki, bu necə olacaq. Lazım olan stili hansı ki xoşunuza gəlir, buradan seçə bilərsiniz. Rəngləri dəyişə bilərsiniz. Cürbəcür burada rənglər var. Belə rəng, belə rəng, belə rəng, belə rəng. Hansı rəngi istəyirsiniz seçə bilərsiniz. Əgər maket xoşunuza gəlmirsə, maketi dəyişdirə bilərsiniz. Belə, belə, yaxud belə, belə, şəkillə, şəkilsiz. Hansı variantı istəyirsiniz, seçirsiniz. İstəyirsiniz belə, istəyirsiniz belə, necə istəyirsiniz seçirsiniz. Sonra burada var sprava naleva, yəni yerlərini dəyişir, soldan sağa.
Fikir veririz. Görürsünüz Audi keçdi birinci yerə. Sonra burada var verx, nis. Burada şəkillər soldan sağa yerləşib, amma bunu da istifadə eləmək. Görürsünüz. BMW keçir birinci yerə. Mercedes keçir ikinci yerə. Görürsünüz. Bir də dəyişmək olar. Sonra burada fiqur əlavə eləmək olar. Burada mətn yazmaq olar. Mətni gəl çağırım. Görürsünüz. Bizdə kursor buradadır. Burada Mercedes seçilib. İstəyirsiniz buradan Mercedes'i dəyişirsiniz, istəyirsiniz buradan dəyişirsiniz. Kursor bir dəfə basırsınız, buradan yaza bilərsiniz. Əgər BMW-ni istəyirsiniz buradan eləyirsiniz. Belə. Görürsünüz kursor artıq bura keçdi. İstəyirsiniz buradan eləyirsiniz Audi. Buradan basan kimi baydı audio. Görürsünüz seçiləcək. Buradan da dəyişmək olar, buradan da dəyişmək olar mətni. Sonra burada vasitəvi sunuk. Yəni şəkli bərpa elə. Tutalım ki bu şəkli belə seçdiniz, biraz böyütdünüz. Görürsünüz xoşunuza gəlmədi. Təzədən bu əməliyyatı da yerinə yetirə bilərsiniz. Yaxud belə eləyək. Yaxud buradan vasitəvi sunuk. Burada belə bir şey var. Fərqi nədir bu əmrlərin arasında? Tutalım ki burada dəyişdik, fikir vermədik. Sonra burada dəyişdik. Sonra burada dəyişdik. Dala qaytarmaq üçün burada gərək bir-bir bunu yerinə yetirək. Birinci şəkli, ikinci şəkli, üçüncü şəkli. Bunu eləməmək üçün 3 dəfə bir daha bu əmri basırıq. Vasitəvi sunuk şəkli bərpa elə. Görürsünüz, 3 şəklin 3-ü də birdən bərpa olunur. Sonra əgər Smart Art obyektisi lazım deyilsə və siz istəyirsiniz ki, yenidən burada mətn görsənsin, təbii ki, bunu silib təzədən yaza bilərsiniz, amma yenə də belə bir əmr var. Preobrazovat. Yəni preobrazovat tekst. Yəni mətnə çevir. Görürsünüz, mətn gəldi. Sonra burada bu əməliyyatlar konstruktor tabındaydır. Bir də var format tabı. Format tabında fiquru dəyişə bilərsiniz. Tutalım bizdə burada görürsünüz dairədir. Düzdür, fiqurunu dəyişə bilərsiniz. Deyək ki, belə eləyək. Belə fiqur götürək. Görürsünüz. Tutalım ki, burada başqa fiqur seçmək istəyirsiniz. Deyək ki, belə fiqur seçirsiniz. Görürsünüz. Burada tutalım ki, nə bilim, deyək ki, üç bucaq şəklini götürüb, belə. Fiqurlara görə dəyişmək olar. Ölçülərini dəyişə bilərsiniz buradan. Hündürlüyü, enli. Sonra kontur verə bilərsiniz. Şəklin içinə rəng verə bilərsiniz. Düzdür, burada içində rəng var. Belə, eləmək olar. Sonra увеличить, уменьшить. Fikir veririz. Şəkli böyüdür. Kiçildir. Sonra burada fikir veririz. Burada 2 format tabı var. Biri görürsünüz yazıb Работа с рисунками Smart Art, yəni Smart Art şəkillərinə aid olan formatdır. Bir yazıb Работа с рисунками. Yəni bu artıq şəkillərə aid olan formatdır. Burada da dəyişmək olar. Şəklinin ölçülərini fikir veririz, yəni formatını. Fikir veririz, keçirsiniz formata. Burada var обрезка, görürsünüz. Hündürlüyü en. Burada var обрезка. Обрезать по фигуре. Bu figura görə kəsmək, incə elədim. Belə eləmək olar, görürsünüz. Dəyişdi. Yaxud belə bir обрезка var. Sanki burada da böyüdüb kiçildə bilərsiniz belə. Yaxud da bu şəklin bir hissəsini saxlaya bilərsiniz. Deyək ki, belə saxlayırsınız. Gəmini saxlayırsınız. Burada. Belə. Görürsünüz. Burada da dəyişmək olar, orada da dəyişmək olar. Gəliz dala qaytaraq. Hər şeyi qaytardıq dala. Belə. Burada da görürsünüz, zalifka var, kontur fiquru var, effekt fiquru var, vermək olan əməliyyatları yerinə yetirmək olar. Bunu verməyəcəyim çünki hamısını artıq keçmişik. Burada da heçdən qalmadı, hər şey sizə izah edir. Bir də maketləri dəyişmək istəsəz, əgər bu maket xoşunuza gəlmir, yenə deyirəm, buradan istənilən başqa bir maketi seçə bilərsiniz.
Görürsünüz, kursoru yerləşdirirsiniz maketlərin üstünə və sizə bütün variantları sistem göstərir. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.